Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala seyyidina ve nebiyyina ve habibi kulubina ve habibi kulubil alemin Ebu'l Qasim Muhammed ve ala alihi teyyibine tahirin ve lanetullahi ala adaihim ecmain minel ana ila yevmiddin. Amma ba'd faqalal hakim fi muhkemil kitabil kerim. Bismillahirrahmanirrahim. İnna ataynakal kevser fesalli li rabbike venhar inne şaneke huvel abtar. Necə ki müstəhzər söz Əyyam-ı Fatimiyyənin başlanğıcı. Yəni 20 gün ərzində gündə bu vaxtı məsciddə moizəmiz olacaq və çalışın ki, o moizələrdə iştirak edin. Məhərrəmlikdən fərqli olaraq Əyyam-ı Fatimiyyə xüsusi. Məhərrəmlikdə hamı dəvətdir, hamı gəlir. Amma Əyyam-ı Fatimiyyədə xüsusi mühiblər, xüsusi sevgisi olanlar dəvət olunur. Ona görə çalışıb o sevgini qəlbimizdə qoruyur. Fatimiyyə Zəhra salamullahi imamların dinizlə deyəndə, imamların özünə höccət yəni sənəd. Biz çox işlədik bu sözü, höccət yəni sənəd. İmamlar bizə höccətdir, yəni sənəd. Məsələn, namazımızı biz əl açıq qılırıq. Sənədimiz nədir? İmam Cəfər Sadiq. İmam bizə höccətdir. Məsələn, xums veririk, zəkat veririk, bir formada veririk. Sənədimiz nədir? İmam Cəfər Sadiq. Ona görə biz deyərik ki, imamlar özü deyir, İmam Cəfər Sadiq salamlar deyib ki, biz sizə höccətdir. Yəni, imamlar bizə höccətdirlər, bizə sənəddirlər. Biz qiyamətdə imanımızı Allaha təqdim edəndə Quran və Əhl-i Beytlə sənədləşdirəcək. Amma imamların özü üçün höccət Həzrət Fatimiyyə Zəhra. Fatimiyyə Zəhranın məqamı çox ucadır. İndi silsilə bəhslər içərisində onun məqamına işarə edəcək, yəni danışacaq, toxunacaq. Amma bu gün üçün birinci gündə bəzi mənəvi nöqtələr də məhzərcəz eləmək istəyirəm. Böyük alimlər belə nəql edir ki, bizim bütün müşriklərimiz olanda saxlayırıq və Əyyam-ı Fatimiyyədir Allah. Yəni o qədər duanın qəbul olmaq gündür. Bacarsınız, mən cümlə də deyirdim. Bu günlərdə hədis-i kisanı oxuyun. Hədis-i kisanı Azərbaycanda da Google'da yazsınız, gəlir. Oxuyun, çox dəyərli bir dənə ziyarətnamədir, çox dəyərli bir dənə hədisdir. Fatimiyyə Zəhra salamullahdən nəql olunur, eşitsən haqqında. Bu zikri bu ayda çox deyil. Allahümme salli ala Fatimətə və əbiha və bə'liha və bəniha və sirri müstəvdəi fiha bi'ədədi ma hata bihi ilmuk. Yəni Allah Fatimə və onun atasına, Fatimə və onun ərinə, Fatimə və onun övladlarına özün bildiyin qədər, yəni sonsuz sayda özün istədiyin qədər, yəni Allah sənin elmin nə qədərdir, o qədər onlara nədir? Salavat çevirilər. Allaha biz bu cür nədir istəyirik. Bu Fatimiyyə Zəhra salamullahi Peyğəmbərin vahid qızıdır ki, Peyğəmbərin nəsli ondan ayrılır. Çünki hamı qəbul edir ki, Peyğəmbərin o birisi qızlarından uşaq olmamışdır. Əsas Allah təbarək və təalanın öz ixtiyarı da Peyğəmbər sallallahu aleyhi və səlləmin nəsli Fatimiyyə Zəhra salamullahi aleyhadan artıb. Və özü də tarixdə görünür Peyğəmbər xüsusən də Fatimiyyə Zəhranın övladlarına İmam Həsən, İmam Xanım Zeynəbdir. Qeyri-adi məhəbbətlər göstərir. Qeyri-adi məhəbbətlər. Məsələn, İmam Hüseyin salamullahi 5 yaşı vardı Peyğəmbər şəhid olanda. İmam Hüseyin salamullahi zahirən elə bu təqribən 4-5 yaş arasında olur. 7 yaş İmam Həsən olur, 3 yaş Xanım Zeynəb olur. İndi biraz bir yan olar. Məsələn, Peyğəmbər cəmaatın içində İmam Hüseyin salamullahi sinəsini açar döpərdi. Görüşmür ki, adam məsələn nəvəsinin üzünü öpər, alnını öpər, gözünü öpər. Amma cəmaatın içərisində məsələn onun sinəsini asasan öpəsən, qeyri-adi məhəbbət edir. Yəni bir gün İmam Hüseyin salamullahi ümmətə tapşırır. Xanım Zəhra da o cürdür. Peyğəmbər olmayıb ki, Xanım Zəhranı görəndə ayağa durmasın. Olmayıb ki, Peyğəmbər Xanım Zəhranı görəndə deməsin ki, salam olsun sana ey Əhl-i Beyt. Əhl-i Beytün nübüvvə, ey Peyğəmbərin Əhl-i Beyti. Döyüşlərə gedəndə Peyğəmbər döyüşə gedir. İslamın taleyi həll olur. Həzrət Peyğəmbər gələrdi Fatimiyyə Zəhra ilə xudafizləşib gedərdi. Döyüşdən qaydanda yenə gələrdi Fatimiyyə Zəhra salamullahi aleyha. Görüşərdi, sonra gedərdi öz mənzilinə. Hələ bir rivayət var, onu gələn bəslərdə ərz edəcəm. Bu gün istəyirəm ancaq fəzilətlər arasında danışam. Bu 20 gün istifadə edilir. Qəbul olunmamış dualarınızı istəyin Allah'tan.
Allah'a yalvarın, dualarınızı isteyin. Bu 20 gündə mənim yəqinim var ki, təcrübə olunmuşdur, dualarınız qəbul olunacaq. Fatimə Zəhra salamlar ki, niyyət edir, salavat çox çəkir. Yəni Əyyam-ı Fatimiyyədə Peyğəmbərə salavat çox çəkir. Çünki o salavatda həm Əhl-i Beyt gedir, həm Fatimə gedir, həm Peyğəmbər özü gedir. Aleyh deyəndə imamlar da orada gedir, Fatimə Zəhra salamlar da gedir. Fatimə Zəhra salamlar özünüz bilirsiniz, bir imamın xanımı 12 imamın anası sayılır. Bir imamın xanımı 12 imamın anası sayılır. İmam Sadiq salamullah çox gözəl bir rivayətdə buyurur ki, li Fatimətü salamullah aleyha tis'atu əsma'a. Fatimənin 9 dənə el adı var. 9 dənə adı var. İndəllahü Allah yanında. Bizim verdiğimiz adlar deyil. Bunu Allah verir. Əslində Fatimə Zəhranın əzəməti bilirsiniz. O qızı Peyğəmbərə Allah öz şanında verir. Öz şanında. Yəni Peyğəmbərin də hətta şanında yox. Allah özünə xatir, yəni öz öz əzəmətinə xatir o qızı bizim Peyğəmbərə hədiyyə edir. Ümmətin şəfiyyəsidir. Yəni qiyamət günü bizim ən böyük söykənəcək yerimiz Fatimə Zəhra. Çünki Peyğəmbərdən hədis var ki, hətta bəzi yerdə Peyğəmbər sallallahu aleyhi və səlləm Fatimiyə müraciət edəcək ki, sən şəfiyə qərar ol, şəfi qərar ol ki, ümmətin başda dünyada da olur. Yəni dünyada da bunun misalını görmüşük biz. Peyğəmbər sallallahu aleyhi və səlləm çox vaxt həddindən artıq narahat olanda gələrdi Fatimə Zəhranın yanına. Qızına deyərdi, sən mənim anamsan. Bu anam sözü məhəbbətdən deməzdir, məhəbbət öz yerində. Amma doğrudan da Həzrət Peyğəmbər sallallahu aleyhi və səlləm bir anadan, bir ilahi varlıqdan ala biləcəyi bütün məhəbbət və nəvazişi Fatimə Zəhra. Bütün bu, ən ağır anlarında Fatimə Zəhra salamların yanına görəndə Peyğəmbər aram olardı. Çünki behişli müəndəsi idi, behişli munəsi idi. Fatimə Zəhra salamlarının Peyğəmbər görəndə behiş göstərdi qabağına gələrdi. Odur Fatimə Zəhranın adlarından biri Fatimədir, biri Siddiqədir, yəni düz danışan, biri Mübarəkədir, biri Tahirədir, biri Zəkiyyədir, biri Rəziyyədir, biri Mərziyyədir, biri Mühaddəsədir, biri də Zəhradır. Amma niyə Fatimə deyirlər? Hazret Peyğəmbər özü deyir, buyurur ki, qızıma Fatimə ona görə deyirlər ki, Resulullah özü rivayət buyurur sallallahu aleyhi və İnnəmə summiyyət ibnəti Fatimətu. Mənim qızım ona görə Fatimə adlandı ki, Lənnəllaha fətəməha. Allah təbarək və teala saxlayacaq və fətəmə mən əhəbbəha. Və onu sevəni saxlayacaq minənnar. Cəhənnəmdən. Yəni Fatimənin özü və Fatimiyə məhəbbəti olanları Allah təbarək və teala cəhənnəmə aparmayacaq. Onun eşki, onun nədir? Hətta mesela rivayət var, bizim Əmmə Ətər əleyhissalamın eşki ilə, məhəbbəti ilə ölsək, qiyamətdə şəhid timsalında dirçələcək. Şəhid timsalında qəbirdən qalxacaq. Hələ bu məhəbbətin özü. Gör, indi biz o məhəbbət yolunda indi bu dəqiqə addımlar ataq. Məsələn, əlimizdən gələn bəzi işləri görək. Məsələn, evdə əxlaqımız pisdir. 20 gün yenə məşq eləyirəm Fatiməyə görə, mən bu əxlaqımdan əl çəkəcəm. Məsələn, bu məsələn, rəzilə bir sifət. Adamda olur da, təbii bir şeydir, adamda rəzilə bilirsiniz, nədir? Xoşa gəlməz bir sifət. Xoşa gəlməz bir sifətdən uzaqlaşmaq üçün bir gün məşq edir. Məşq edir, Fatimə Zəhradan da istəyir, o sifət sizdən uzaqlaşsın. Bizim özümüz gözəlliyimiz bilirsiniz, nədir? Bizim gözəlliyimiz oradan ki, biz öz qədrimizi Fatimə Zəhra salamının nisbətində dəyərləndirə bilmirik. Bu bizim nöqsanımızdır. Ama bize Allah təbarək və teala görür, 12 imam Allah təbarək və teala məhəbbətin, bax bu gün burada oturmuşuq, elə o mənası odur, yəni bizdə gəlməyənlər ona layiq deyil, yox. Amma sadəcə biz bu gün hələ buradayıq, bu 12 imamın məhəbbəti qəlbimizi atan Allah təbarək və teala, bu təbii də biz cəhənnəm odundan qoruyacaq. O da deyir ki, Fatimə deyiblər, ona görə ki, onun mühibləri, Fatimə Zəhra salamun aleyhəm sevənləri, cəhənnəmdən uzaq olacaqlar. Sonra Əmmarətdən bir dənə rivayətdir. Əmmarətü səəltu Əba Abdillah. Əmmarə adlı bir nəfər ravidir, yəni hədis söyləyən deyir ki, İmam Cəfər Sadiqdən soruşdum, ən Fatimə barəsində. Limə sümmiyyət Zəhra? Niyə Zəhra dedilər? Fatimənin bir adı da Zəhradır. Zəhra parıltı deməkdir. Dirəxşandır ki, parıltı. Məsələn, bir şey ki, məsələn, o qədər parıldıya hər yerdən görünür, ona Zəhra deyirlər.
Buna niye Allah Teala Zahra adı verir? İmam buyur ki fekâle ni'enneha kânet izâ kâmet fî mihrâbiha. Fatime Zahra salamun aleyh zaman için mihrabında durardı ibadet eləməyə, namaz qılmağa. Zəhərə nuruha li əhli səma. Onun nuru göğe giderdi. Kama yazharu nurul kavakib li əhli ərz. Necə ki ulduzların nuru yere gelerdi. Yani biz indi ulduzu görəndə, bəzi ulduz var 2 milyon il bizdən uzaqda, onun nurunu görmürük. Ya Fatime Zahra namaza duranda onun nuru göğe ilə qalxadı. Baxın Allah Teala bu rivayetin benzerini Kur'an üçün deyir. Yani necə yer əhli göğe baxanda ulduzları görərlər parıltılı, göy əhli də yerə baxanda evlərdə oxunan Kur'anları otur görərlər. Yani hansı evdə Kur'an oxunur, o Kur'an'ın nuru göy əhli biz ulduzu gördüğümüz gibi görer. Bakın görürsünüz 2 tane rivayeti yan yana koyanda görürsünüz Allah Teala bize neye çatdırır? Yani Fatime Zahra salamun aleyha ədil Kur'an'da. Ədil bilirsiniz nədir? Kur'an'ın bərabəridir. Kur'an'ın bərabəridir. Odur ki bu əzəməti günlərdən çox gözəl şəkildə istifadə edin. Umumi şəkildə dualarınızı çox edin. Zikir çox edin. Fatime Zahra salamun aleyha İmamət yolunda birinci şəhidədir. Yani imamət yolunda ilk şəhid olan Fatime Zahra salamullahi aleyhadır. İmamət yolunda birinci bu qiyam edib. Hatta mesela Hazreti Ali aleyhisselamdan özü Hazreti Ali aleyhisselam özü dayanırdı Fatime Zahra salamullahi gedirdi onun hakkın tələbinə. Bir dəfə bir nəfər ravi gəldi Fatime Zahra salamullahi aleyhadan soruşdu ki dedi hadis-i Qədirxum düzdür. Dedi niyə düzdür? Bu adam özü Qədirxum hədisini eşitmişdi. Sadəcə istedi Fatimədən bir iki söz ala. Dedi hadisi Qədirxum hədisi düzdür. Dedi düzdür. Dedi bəs niyə düzdürsə Həzrət Əleyhisselam düşüb öz haqqını tələb eləmir. Düşsün qapı gəlsin, Qədirxum haqqını tələb eləsin. Fatime Zahra buyurdu ki imamın məsəli Kəbə kimidir. Cəmaat Kəbənin başına fırlanar. Cəmaat gələr Kəbənin başına fırlanar. İmam cəmaatın başına fırlanmaz. İmam Kəbə kimidir, durar. Cəmaat gələr fırlanar imamın başına. Kəbə kimi öz imanın orada təsdiqlədər. Öz inancın orada təsdiqlədər. Allah'ın bir əzəmətinə və böylüyünə bu 20 gün Əyyam-ı Fatimiyədə sizdir mənli bütün müsəlmanların istəklərin çox asanlıqla müsəlmanlara əta eləsin. Allah zalimləri məhvi nabid eləsin. Axir aqibətimiz bir xeyir eləsin. İnşallah zəfər gününə yaxınlaşırıq. Allah bu qələbəmizi əbədi eləsin. Şəhidlərimizin qanı xatirini Allah Teala bir də bizim salanlarımıza qıymasın. Erməni və erməni havadarlarının Allah Teala onların pis niyyətlərini özlərinə qaytarsın. Allah bizə rəhm eləməyənləri bizə müsəllət eləməsin. Dünyada müsəlmanların vəhdətini bərqərar eləsin. Allah'ın əzəmətinə bizi İslam və Əhl-i Beyt nuru ilə libaslandırsın. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.